Demişəm qaynanamın hininə, toyuqlarımın yumurtalarını yummağa. Hello gəlin. Gəl bostanımızdan təzə sveji pomidor yığaq. Mangalda pomidor çığırtması eləyək. Burada həşərat zad olmaz mı? Aşağıda səndən qorxur. Sən nədən qorxursan? Sən mən burada qaynanam varlarında nədən qorxursan? Bərəkətli qaynananın bostanından da təbii, doğal. Qaynanalar, gəlinlər özü təbii şeylər yedirdi. Pomidorlarımız hazırdır. Gedək manqal yandıraq. Kəndə eləyək də. Bu nə üçün? Bunu qoyuram ki, yaxşı çəkir, tez qızardı da yandır. Vampodda. Vampodda pişməlidir. Son. Keçən videoda çoxlu komment gəlmişdi ki, bərəkətə bir təpik vurdu. Əslində o qədər də təpik vurmamışdı. Biraz ayağı ilə biraz itələdim məncə. Çünki gəlinim mənim pişdən qorxur. Nə eləyək? Nə eləyək? Yəni, Amma pişiklər salamatdır, narahat olmayın. Kimə lazımdır desin, yollayım. qabıqlarından təmizləyirik. Demişəm qaynanamın hininə, toyuqlarımın yumurtalarını yummağa. Bu da hazırlayıb qırağa qoyub elə. Toyuqlar indi başıma toplanacaq. Neçə dənəsini götürüm? 11 dənəsi, biri o qaldı. Ya, bir dənə fal qoy. Bir dənə fal, denə biri fal. Bir dənəsini deyib fal qoy. Fal bilmirəm nədir, amma nəysə birini qoyuram. Pomidor hazırdır. Qəyətləri də üzərinə doğrayım. Gəlinimlə pomidor çığırtması pişirmişik özü mangalda. Gəlim də Qarabağda özümdə. Ona görə də bizim pişirdiyimiz hər şey dadlıdır. Siz də qonağımız ola bilərsiniz, bilmirik indi Pomidor partisi. Gəlim çox sağ ol, gəlim çox sağ ol. Qaynanaya verdiyi tikədir. Bəh, Çox dadlı. çox dadlıdır, ləzzətlidir. Qaynana, birində qaynananın alını aşağı bax. Bütün qaynanalara deyirəm, gəlinizi çox istəyin. Gəli qədər gəlirri, onun dəyərli bir şey yoxdur, bilin. Hələlik.